Kanada qatارلىق 40 ortiq dövlət Birləşmiş Dövlətlər Təşkilatında birləşmə bayanat elan qılıb, Şərqi Türkistandakı yığılış lagerlərini təkşürüşni tələb qıldı. İgilənişçə Avstraliya, Angliya, Fransiya, Germaniya, Yaponiya qatارلىق 40 neçə dövlət birləşmə bayanat elan qılıb, Xitay hökumətini Birləşmiş Dövlətlər Təşkilatı Kişilik Hüquq Ali Kengişinin Uyğur diyarıdakı müstəqil və çəklimissiz təkşürüşkə ruxsat qilishga chaqirdi. Kanadaning Birləşmiş Dövlətlər Təşkilatında turishliq baş elçisi Leslie Norton 22 iyun Birləşmiş Dövlətlər Təşkilatı Kişilik Hüquq Kengişida 40dan ortiq dövlət qatnaşqan birləşmə bayanatını oqub etdi. Birləşmə bayanatda ishonchlik ma'lumotlar allaqachon 1 milliondan oshiq kishining qonunsiz tutqun qilinib, erkinlikdan mahrum bo'layotganligini ko'rsatmoqda. Biz Xitoy hukumatini bu vaqtdagi tekshirishga hech qanday cheklama qo'ymaslikqa jiddiy da'vat qilamiz deyiladi. Xitay Mərkəzi Televiziya kanalının 18 iyundakı xəbərdə bildirilishicha, Şərqi Türkistanның tariم nېفىتلىكىدىن 1 مىليارد tonna nېفىت-گاز زاپىسى بايقالغان. Xitay nېفىت-گاز pay çəklik şirkəti تارىم nېفىتلىكى şöbə şirkətining oshkorlashicha, Təklimikan qumluqining ichkarisiga Tarım daryosining janubiga joylashgan Tarım nېفىتلىكىning Fumen rayonida yangidan 1 milliard tonnaga yetadigan odatdan tashqari cho'nqur neft tabiiy gaz zapisi bayqalgan. Tarım nېفىتلىكى şöbə şirkətining bosh direktori Yang Şövinning bildirishicha, yaqinqi 6 yildan buyon Tarım nېفىتلىكى bir qator texnikalarni yangilab, yangi quduqning muvaffaqiyatli bo'lish nisbatini 75% dan navbatdagi 95% dan yuqori darajaga ko'targan. Yaqinqi mezgillarda Tarım o'ymonliqidagi Fumen rayonida yangi nefit zapisi uzilmay bayqalgan. Tarım o'ymonligi mol nefit va tabiiy gaz boyligi bilan Xitoy bulang-talang qilayotgan nuqtaliq rayonlardan biri bo'lib, 6000 metr cho'nqurlikdagi nefit tabiiy gaz boyligi Xitoy ega bo'layotgan umumiy boylikning 83,2% va 63,9% ni tashkil qiladi ekan. Kanada baş ministri Justin Trudeau Xitay və bir qism əgəşküçülərinin Birləşmiş Dövlətlər Təşkilatını Kanadaның yerli xalqlarga qaratilgan jinoiy qilmishlarni təkşürüşkə chaqirishigə narazılıq bildirdi. Bir haqiqat və yarashtirish komiteti qurish orqali yerli xalqlar bilan bo'lgan masalalarni hal qilmoqchi bo'layotganligini bayon qilgan Trudeau, Xitoyning Uyg'urlarga qaratilgan sesimliq bostirish və kişilik hüquq dəfsəndichiligini aybladi. İlgilenişçe, Xitayning Birləşmiş Dövlətlər Təşkilatındakı yuqori dərəcəlik əməldari Jiang Duan aldınqı günü Rusiya, Belorusiya, İran, Şimali Koreya, Suriya və Venezuelani öz içigə alğan bir türküm dövlətlərə vakalatan cənvədə bayanat elan qılıb, Kanadaның yerli xalqlarga qaratgan ağır kişilik hüquq dəfsəndichiligidən əndişə qilayotganligini bildirgan. Kanada baş ministri Justin Trudeau paytaxt Ottawada o'tkazilgan muxbirlarni kutib olish yig'inida Xitoyning hatto masala borligini e'tirof qilishni xohlamaydiganligini ta'kidlab, Xitoyning haqiqat va yarashtirish komiteti qayerda? Ularning haqiqati qayerda? Kanada har vaqt ochiq-oshkora pozitsiyani qo'llandi va ko'pincha hozirgacha davom qilayotgan tarixdagi qo'rqinchli xatolarga bo'lgan mas'uliyatni ustiga oldi. Xitoycha biz masalalarni hal qilishga tirishyapmiz dedi. ۋېنگىرىيەدە ئۆكتىچى باش مىنىستىر نامزاتلىرى كېلەر يىلى بۇ دۆلەتتە ئۆتكۈزۈلمەكچى بولغان سايلامدا غەلىبە قىلسا، ئۇلارنىڭ ۋېنگىرىيەدە قۇرۇلماقچى بولغان خىتاي فۇدەن ئۇنىۋېرسىتېتىنىڭ مەكتەپ رايونىغا يول قويمايدىغانلىقىنى ئېلان قىلدى. ئىگىلىنىشىچە، ئۆكتىچى باش مىنىستىر كاندىداتلىرى خىتاي پىرېزىدېنتى شى جىنپىڭغا خەت يازغان. Xatda 6 baş minister kandidatının həmməsinin Xitaydan qarz elishga qarshi turadiganligi, saylamda kim g'alaba qilsa qilsin, Xitoy mablag' bilan ta'minlashni planlagan Belgrad Budapest temir yo'l liniyasini va Fudan universiteti maktab rayoni qurilishini to'xtatadiganligi bildirilgan. Covid təcrübəxanası deb atalğan Wuhan virusi instituti Xitoydagi eng yaxshi ilm-fan mukofotiga tanlandi. Xitoyning təcrübəxanasini mustaqil tədqiqatçılarga, bo'libmi Amerikaga ichish chaqirig'iga quloq solmasdan, bu təcrübəxanani mukofotlash qarori qisqa vaqt ichida ijtimoiy taratqularda kuchli inkas paydo qildi.
Angliya kundalik pochta gazetining xabariga qaraganda, bu tajribaxona Xitoy Fanlar Akademiyasining 2021-yillik Munavvar fan texnika muvaffaqiyat mukofotiga nomzod ko'rsatilgan. Bu qarorning Wuhan virus institutining koronavirus yuqumi mazgildagi xizmati sababidan e'linganligi ta'kidlangan.